Niyə Şeyin Akademiya? Niyə Jalə xanım? Bu günlərim cəmiyyətimizdə ən çox kaotik olan sektorlardan təəssüf ki, biri məhz xarici təhsil məsələsidir. Xarici dilində danışa bilməyənlər xarici təhsil mütəxəssisidirlər. Xarici təhsil alıb gəlməyənlər xarici təhsil mütəxəssisidir və kimlərəsə məsləhət verib konsultantlıq edirlər. Bu prosesi psixoloji olaraq yaşaya bilməyən insan, xarici təhsil ala bilməyən insan kiməsə necə konsultant ola bilər? Mən həmişə bu sualı verirəm. Mən özüm xarici təhsil almışam və bu prosesin nə olduğunu çox gözəl bilirəm. Və ona görə də düşünürəm ki, bu mənim əsas dəyərimdir ki, yola çıxdığım insanı düzgün yönləndirim və onun potensialına uyğun olaraq ona bir yol xəritəsi çəkim. Və də xarici təhsil işi dəyərdir. Bunu biz həmişə deyirik. Bəli. Çünki təhsil bir insanın həyat yolunu, hekayəsini yazırsınız. Əgər həyatı bizə Allah verir və bizim valideynlərimiz bizə həyata bəxş edirsə, mən düşünürəm ki, valideynlər qədər müəllimlər də bir insanın yolunda mayak rolu olur. Çox. Və mən düşünürəm ki, bu sahədə olan insan mayak olmalıdır. Siz onu o qədər düzgün yönləndirməlisiniz. Bu gün səhər bir valideynimizdən bir zəng aldım. Deyir ki, hər gün gecə-gündüz sizə dua edir ki, nə yaxşısına rastlaşdıq və siz bizim nəvəmizi yönləndirdiniz və bu günlərim hər sözümüzdə siz, duamızda siz varsınız. Bax, bu mənim üçün dəyərdir, bu mənim üçün sevgidir. Bu mənim üçün maddi gəlir yox, bax, bu mənəvi dəyərdir və onda mən bir insan olaraq, bir müəllim olaraq, bir varlıq olaraq həyatda var olduğumu hiss edirəm. Və ümumiyyətlə mən həmişə işə başlayanda da, bu həyat yoluma başlayanda da deyirdim ki, insanlar həmişə məni yaxşı bir müəllimə kimi xatırlasınlar və şükür ki, bu gün 19 ildir ki, mən bu sektordayam. Maşallah. İlk yola başladığım tələbələrlə də bu gün əlaqəm var və yenilərlə də. Və həmişə eşitdiyim söz, nə yaxşı ki, sizi tanımışam. Bu mənim dəyərlərimdir ki, insanlar məni bu təhsil yolunda tanıyıb peşman olmasınlar və həmişə mənə təşəkkür etsinlər ki, mən onlara bu yolu çəkmişəm. Doğru yolda əslində.